Gündəlik namazlarda azan və iqamə oxumaq vacibdir ya müstəhəb? Müstəhəb. İmam Hüseyn ilə Əbəlfəz ağanın hərəmlərin arası nə adlanır? Beynülərəmeyn. O hansı duadır ki, 40 sübh insan onu ixlasla oxusa, Duası. İmam Zamanın köməkçilərindən olar, bəli. Səfərdə qılınan namazın adı. Qəsr namazı. Mən qədər ərmaq bura bu qoymur. Öz adda öyle neyini? 3-0. İslam sözünün mənası nədir? Azadlıq. Təkdə tək. İslam sözünün mənası təslim olmaq. Təslim olmaq azad neydi? Başlayırıq round 2-yə. Salam əleykum. İmam Zeynəl Abidin əleyhissalamın ləqəblərindən biri olan Səccad nə deməkdir? Mən. Səcdə edən, çox səcdə edən. 1-0. İnsandan qan çıxsa dəstəmazı batıl olar. Xeyr, dəstəmiz batıl olmur. Saf İslam yoxdur ya burada. Neçə Əli adında imamımız var? 5. Yox, 4. 4. Quranda adı çəkilən yeganə səhabə kimdir? Zeyd. Əhsan. Quran sözünün kökü hansı sözdəndir və nə deməkdir? Quran sözünün kökü qara sözündəndir, oxumaq deməkdir. Təbrik edirəm səni. Mükafat edirəm səni.